Dostlar, hal-hazırda Strasbourg'da Avropa Parlamentindeyiz. Burada Azərbaycanla bağlı qətnaməyə səs vermə keçirilir və bu dəqiqələrdə səs vermə olacaq. Bir qətnamə qəbul olunur. Yeri gəlmişəm, mən əlavə edeyim. Deyəsən 2 gün bundan əvvəl mən YouTube kanalındakı son çıxışlarımın birində YouTube kanalında videoların bir qədər az ola biləcəyini demişdim. Çünki az qala bütün günümüz bu günlərdə Avropa Parlamentinin binasında keçir. Müxtəlif görüşlərimiz var, müxtəlif deputatlarla görüşlərimiz var. Azərbaycandakı vəziyyəti izah edirik. Son repressiyaların səbəbi, motivləri barədə danışırıq deputatlara və əlbəttə müəyyən nəticələr var. Konkret, pozitiv nəticələr var bu istiqamətdə. Hərçənd açığı onu deməliyəm ki, Avropa Parlamentinin deputatlarının əksəriyyəti Azərbaycanda baş verən proseslərdən məlumatlıdırlar. Bütün bunlara baxmayaraq biz də əlavə olaraq öz bilgilərimiz daxilində vəziyyətin nə qədər şiddətli repressiyalarla müşayiət olunduğu ilə bağlı məlumatları çatdırılır, son məlumatları çatdırılır və bütün bunlar təsirsiz olmur. Avropa Parlamentinin qəbul etdiyi bu son qətnamədə Əli Kərimlinin dərhal azadlığa buraxılması tələb edilir və bundan əvvəl həbs olunan bir neçə nəfərin, o cümlədən Bəbər Səmədov, İqbal Əliyev və Bubad İbadoğlu'nun da adları var qətnamədə. Bu qətnamənin özəlliklərindən biri budur ki, bundan əvvəl də Avropa Parlamentinin buna bənzər bir qətnaməsi olmuşdu. Ona istinad edilərək Azərbaycan rəsmilərinə qarşı sanksiya tələblərinin qüvvədə qaldığı vurğulanır və bu istiqamətdə konkret addımlar atılmaq üçün Avropa Birliyinin icraçı strukturlarına göstəriş verilir. Bu o qədər də tövsiyə və yaxud o qədər də məsləhət xarakterli bir sənət deyil. Avropa Birliyinin icraçı qurumlarına, Nazirlər Kabinetinin islahatlarına, bunlara göstəriş verilir ki, bu və bundan əvvəlki sənədlərə istinad edərək Azərbaycan rəsmilərinə qarşı orada bildiyim qədər konkret olaraq hələlik 3 nəfərdən bəhs olunur. Bu, Prezident Administrasiyasında Hüquq Siyasəti Şöbəsinin müdiri və İlham Əliyevin köməkçilərindən biri olan Fuad Ələsgərova qarşıdır. Daxili İşlər Naziri Vilayət İvazova qarşıdır və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyeva qarşıdır. Siyahı əlbəttə böyüyə bilər. Avropa Birliyinin bu cür forumlarına, növbəti forumlarına baxmaq lazım gələcək diqqətlə. O cümlədən Avropa Parlamentinin növbəti sessiyalarını izləmək lazım gələcək. Hələliksə nələri deyə bilərəm? Bir, yəqin ki, sabahdan etibarən Azərbaycan Saat YouTube kanalında mən əlbəttə çalışacağım ki, elə bugündən başlayaraq ənənəvi qrafik üzrə yayımları bərpa edeyim. Çünki parlamentin işinin mütləq son günləridir. Və iki, bir daha vurğulayıram, qətnamədə Əli Kərimlinin dərhal azadlığa buraxılması Azərbaycan hökumətinin tələb olunur. Azərbaycanda repressiyalara son qoyulması məhz belə gedir və bu çox önəmlidir. Azərbaycanda baş verən siyasi həbslərin şiddətli repressiyalar olduğu, Azərbaycanda avtoritar bir rejimin qurulduğu, avtoritar rejimin özünün bütün resurslarıyla vətəndaş cəmiyyətinin üzərinə hücuma keçdiyi artıq rəsmi sənədlərdə təsdiq olunur. And let me be clear, we value our relationship with Azerbaijan as a reliable energy partner and as an important actor in the region. Improving our relationship with Azerbaijan would serve both our shared economic interests and our efforts towards peace. As European Union, we will therefore continue to call on the government of Azerbaijan to abide by its international obligations, which include the freedom of expression, freedom of association, and the right to due process and a fair trial. I am grateful for this House's persistence in drawing attention to the fate of the many brave individuals who speak their minds under extremely difficult circumstances. No one should be convicted for exercising their fundamental rights. Dəyərli izləyicilər, mən istədim bu məlumatları sizə, Azərbaycan cəmiyyətinə çatdırım. Təşəkkürlər, növbəti buraxılışlarımızı gözləyirik.
many brave individuals who speak their minds under extremely difficult circumstances.